Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizi Gəncə şəhərində Gülüstan qəsəbəsinin gözəl bir yerində, 12 saylı məktəbin qarşı tərəfi yol kənarında yerləşən 2 mərtəbəli gözəl və maraqlı bir evlə tanış edəcəm. Onu da nəzərinizə çatdırım ki, bu evin ilkin sənədləri obyekt üçün verilmişdi. Yəni hazırki sahibi tərəfindən mənzil kimi istifadə edilsə də, ümumilikdə evin sənədi obyekt üçün yararlıdır. Lakin yalnız birinci mərtəbədə çölə ayrıca aynası və qapısı olan təxminən 60 kvadrat metr sahəsi olan bir ərazi obyekt kimi istifadə edilmişdir. Evin içərisinə daxil olanda onu da çatdırım ki, nəzərinizə ev qapalı bir evdir. Evin içərisinə daxil olanda yer qranit döşəmədir. Həyətdə çöldə mətbəx var. Manqalı var. İkinci mərtəbəyə çıxış ayrıca pilləkənlər vasitəsilədir. Mənzilin evin birinci mərtəbəsinə daxil olanda birinci mərtəbədə ortada sanitar qovşaqdır. Sağ tərəfdə bir böyük otaqdır, sol tərəfdə bir böyük otaqdır. Sol tərəfdəki otaq hazırda mətbəx kimi istifadə edilir. Ümumilikdə bu ev həm yaşamaq üçün, həm də biznes məqsədi ilə alıb icarəyə vermək üçün çox uyğun bir variantdır. Misal üçün nəzərinizə çatdırım ki, özəl uşaq bağçaları üçün, repetitor hazırlıq mərkəzləri üçün alıb normal qiymətə icarəyə vermək olar. Evi ümumilikdə götürdükdə mətbəx daxil, ev 8 otaq, 2 sanitar qovşaqdan ibarətdir. Gördüyünüz kimi mətbəxsi də çox böyükdür. İkinci mərtəbəyə çıxış pilləkənlər vasitəsilədir. Birinci mərtəbə tam təmirlidir. Nəzərinizə çatdırım ki, ikinci mərtəbədə olan 4 dənə otaqda yüngül kosmetik işlər qalmışdı. Divar kağızının vurulmağı və yaxud da emisiya çəkilməyi, bir də pollar taxtadır, taxtaların sıyrılıb laklanmağı. İkinci mərtəbədə yerləşən sanitar qovşaq da tam təmirlidir. İkinci mərtəbədə də 4 böyük otaq var. Qeyd elədiyim kimi bu evi obyekt kimi də istifadə eləmək olar ümumilikdə. Əgər kimsə ki obyekt kimi istifadə eləyərsə, qeyri-yaşayış sahəsi üçün çıxarış da almaq mümkündür. Evin ilkin satış qiyməti 225.000 manatdır. Təbii ki, real alıcı ilə razılaşma olacaq. Maraqlananlar bizim mobil nömrəni əlaqə saxlaya bilərlər. 055 419 63 53. Allah alana da, satana da xeyir versin.